sağlamlığın qarşısına qalmaq üçün insanlar gündəlik nələr eləməlidirlər? Hər gün təmiz havada çox olmalıdırlar. Maksimal dərəcədə 10 kilometr ətrafında gəzməlidirlər. Və nə imkan çatır, təbii qidalanmalıdırlar və gündə 2 dəfə qidalanmalıdırlar, səhər, axşam. Bol miqdarda su içməlidirlər. Yəni, hələlik 3 litr ətrafında, qışda da 2 litr. Sonra da nə imkan çatırsa boş verməlidir, əsəblərini qorumalıdır. Mən deyirəm, yəqin ki, sizə nağıl kimi gəlir ki, Hindistanda mən olduğum yerdə əsəbləşən adam görmədim. Yəni, əsəb çox dəhşətli bir şeydir. İnsanın xoşbəxt həyat yaşamasının kökündən biri də əsəblərin rahat olmasıdır. Ona görə çalışın, boş verin. Xoşunuza gəlmən səsə, qulağınıza probkaya, yaxud da ki, pambıq tıxın, eşitməyin. Gözünüzün görünən, sevmədiyiniz adam görünəndə eynək taxın. Eynək taxın və o mənzərənin içində daxil olun, kənarlaşın. Və təbii ki, sağlam yuxudan danışırdıq, belə sağlam həyatdan danışırdıq. Onun tərkib hissələrindən biri də sağlam yuxudur, vaxtında yuxudur, erkən yuxudur. Mən deyirəm sizə, o Hindistanda 9-da hamı yatırdı. Səhərdə tezdən 4-də dururdular. Niyə durursunuz? Deyir, 4-də beynin dərs oxuyan, iş görən, zehni işləmər, 4-də ən açıq vaxtıdır beynin. Bizdə də 2-dən sonra yatır, 2-dən sonra da xoşbəxtlik hormonu ifraz olunmur. Xoşbəxtlik hormonu axşam saat 10-dan 2-yə qədər arasında istehsal olunur, onu yapan alimləri tapıblar. 2-dən 5-ə də orta yuxudur, 5-dən sonra iş yatmır. Bizdə də 2-dən sonra, 3-dən sonra yatır, sonra deyir, doktor, mən belə deyildim, mənim əsəblərimə nə oldu? Mənim yaddaşım nə oldu? Mən itirmişəm yaddaşımı. Nə bilim, mənim təzyiqim niyə dəyişir belə? Mənim həyatım niyə dəyişir belə? Mən cavan adamım, mənim niyə cinsi həvəsim öldü? Niyə mənim həyata sevgim öldü? Niyə mənim ailəm? Yəni, başa düşmür ki, bütün varlıq hamısı saatla orqanların, insanlarda olan orqanların saatla dincəlmə saatı var. Sən qaracərin dincəlmə saatında sən yemək yiyib qaracəri ödü ifrazına məcbur eləyəcəksənsə, o qaracər təbii ki, tezliklə sıradan çıxacaq.